Axşamınız xeyir olsun əziz izləyicilərim. Gəlin sizə bir yaxşı keçmiş zamanlarda olan əhvalat danışım. Xoşunuza gəlsə, gəlin əliyə, nə bilim, nəsə lak eləyin ya bir rəy yazın. Rəyinizdən keçsə rəylərdən yazın. Əvvəlcədən sizə təşəkkür edirəm. Qədim zamanlarda bir dənə kənddə bir kişi var imiş. Bunun ailəsi, gözəl ailəsi, ürək istəyəndə nə ürək istəyən hər şeyi var imiş. Toyuğu, cücəsi, qoyunu, quzusu. Mehriban dolanırlarmış. Bir gün bu yuxuda görür ki, buna deyirlər ki, sənə üstənə bəla gələcək. Bu bəlaları indi istəyirsən, yoxsa qocalanda. Bu tez yuxudan höyləyə ayılır. İkinci səfər bir də yoxdur, bir də deyirlər. Bir də höyləyə alanda yoldaşı deyir, nə olub sana, niyə belədirsən? Deyir, bəs belə-belə, mənə belə deyirlər. Nə deyim, nəsə mənə deyirlər, cavan vaxt istəyirsən, qoca vaxtı da belə sənə üç bəla gələcək bizə. Deyəndə yoldaşı arif adam olur, əməlli qanan adam olur, çox yaxşı, insaflı adam olur. Deyir, ay kişi, qoca vaxtında biz onu çəkə bilmərik bu bəlaları. Qoy, nə gəlir, indi gəlsin. Nəysə, biraz bir müddət keçəndən sonra bunların qapısında heyvanları qırılır, toyuq üzəsi qırılır, heç nə qalmır. Bunlar deyirlər, ay Allah, bəlanın biri gəldi, getdi, şükür Allaha, balalarımız sağdır. Qoyun cüzü, toyuq cüzü cəhənnəmə ölsün. Gənə alarıq, gənə eləyərik. Nəysə, biraz da keçir, bu kəndə bir dənə Ahud gəlir. Ahuddur, molla da nəysə, burada məskunlaşmağa, buraya Krotnik və belə səfalı yerdir, burada qalmağa gəlir. Gəlib qalanda bu kişinin arvadına bunun gözü düşür. Gözü düşür, bir nəfər əl alsın onu. Bir xəbər göndərir ki, bəs mənim paltarlarım var. Ay yoldaş, ay adam, mənim paltarlarımı sənin yoldaşın yuyərmi? Mən onları, onu pulla da yüsün. Hörmət eləyərəm. Bu da deyir, da qonaqdır da, nə olar ki, həm də ki, puldur da verəcəkdir. Bu gətirir paltarları, xanım yuyur, qəşəng təmizləyir, yuyur, tülür, görür, bu çox səliqəli eləyib də, çox patçalara ləyək qadındır da, bu çox səliqəli bunun paltarını yuyur, qatlayıb, sütülüyür. Deyir, bunu mən özü gözəl, əl işləri gözəl, bunu mən əldə buraxmaram. Oğlan paltarı gətirəndə deyir ki, mən sənə pulu verə bilmərəm, sən itirərsən, get mama, ananı gətir, anana verin pulu. Xanım da bu pulu götürmək üçün nə bilsin, bunun pis xisləti var, pis fikri var, bu ciyarı yanmışım. Bu gelir uşaqla pulu götürməyə, uşağı qalır orada, bunu kişini, arvadı kişi oğurluyur, atın belli, o dəli kürdə cahandıra qaçırdır ya xanımı, qızı, arvadı, onun kimi. Bunu götürür, qaçırdır. Uşaq ağlaya-ağlaya gəlir atasına, deyir, ay ata, mən anamı qaçırdı, kişi axund apardı, getdi. Deyəndə kişi yazıq başını gördü, özünə döyür, neynəsə, bütün kənd cəmaatı yığılır, şahıs yoxdur, elə bir uçuf yoxdur. Tapırlar, da qədər tapırlar, axır deyir, mən bu şəhətdə qala bilmərəm, mən biyabır oldum, neyniyim mən, ağlaya-ağlaya 2 dənə balasını da götürür, biraz da azdan çoxdan götürür, deyir, bu kənddən çıxmaq istəyir. Gedirlər, biraz da gəlib bir dənə çaya rast gəlirlər. Bu çay da çox gür axırmış. Bu uşaqlar keçə bilməzmiş təkcənə. Bu deyir, ay oğul, sən burada dur birinə. Mən səni, o biri qardaşı aparım, o çaydan keçirim. O sonra da gəlib səni götürüm. Nəysə, bunu uşağın birini dalına alır, o birisini də veşlərin yanında qoyur da gedir. Çayın içindən keçəndə birdən uşaq deyir, ay ata, qardaşımız canavar apardı. Kişi qayıdır, çönür ki, baxsın, gözün uşağı canavar nətər apardı, deyir, canavar apardı, baxsın bana o uşağına. O halatda bu uşaq bunun çiynindən düşür suya, axır gedir.
Canavar uşağı aparır. Bu bir uşağı da sel aparır. Bu üçüncü bəla üzə bunun başına gəlir. Sizə kimdən deyim, nədən deyim, uşaqlardan deyim. Uşaqlar gedir, biri bir çoban çöldə qoyun otarılmış görür, bir çay aşağı bir uşaq aşağı gəlir. Tez özünü getirir uşağı bir təri çıxardır, sudan aparır evə, tez yendirir, eləyirlər bunu. Uşaq danışdırırlar, uşaq da yekə uşaq olur, 10 yaşında da belə olur. Deyir, kimsən, nəsən? Uşaq danışır ki, bəs belə bizim başımıza belə iş gəldi. Anamı uğradılar, biz gəldik bu işəndə. Nəysə, qardaşımı da canavar apardı. Deyəndə bu çoban buna yazığı gəlir ki, görür, yəsiz uşaqdır. Bunu özünə oğulluğa götürür. Bunun da heç ailəsi, uşağı zürəti yox imiş. Uşağı olmamış. Bunu özünə oğulluğa götürür. Yaxşı, o biri uşaqdan danışım sizə. O bir uşaq canavar aparan uşaqda. Çöldə qoyun itləri. Görür ki, qoyun itləri yox. Qoyun itləri bu uşağı canavarın əlindən alanda, bu da bir dənə çobanın əlinə düşür, başqa çobanın əlinə düşür. Neyse, bu da bunun yaralarını zaten təmizləyir, üzərdir, yaxşı aparır. Bu da onun özünə oğulluq, o da onu özünə oğulluğa götürür də. Yəsiz uşaqdırlar, nə qalsın? Bir gün sizə kimdən deyim, indi atadan danışım. Ata görüb o uşağı orada getdi, canavar apardı. Bu uşağı burada su apardı, qalır belə başına gözünə döyə, arvad yox, uşaq yox, ailə ev dağılıb, ev yox. Bilmir neynəsin. O deyər sənin, bu deyər mənim, o kət sənin, bu kət mənim. Gəlir bir dənə deyara çıxır. Görür ki, burada cəmaat yığılıbdır, quş uçurdurlar. Padşah ölübdür, padşahı seçmək üçün o vaxt adət idi də, quş uçurdurdular. Quş uçur, fırlanır, hərlənir, gəlir bu kişinin başına qonur. Cəmaat bunu qoyulur deyir, ki, burada hardan gəldi çıxdı bu, bizim adam deyil, bu hansı kətdən gəlib, tanımırıq, eləmirik. Bunu padşah mı seçək? Nəysə, quş yenə hərlənə, hara gizlədirlər, hara soğurlarsa, kişini gizlədirlərsə, bu quş gedir, onu tapır, onun başına qoyur. Nəysə, bu kişini padşah seçirlər özlərinə. Adətdir də, nətər o, adətdən çıxmaq olmaz axı. Bu kişi burada padşahlıq eləməkdə olsun. Həm də ki, yoldaşını soraqlayır, uşaqlarını soraqlayır. Görən öldülərmi, qaldılarmı? Bir gün bir axund eşidir ki, padşah ölübdür. Gəlir ki, padşaha başsağlığı versin, bu bir padşahdan da dost olsun. Bu yemək yeri bilirək olar. Qərara gitsinlər onları, yemək yerlərini bilirlər. Gəlir, bu padşah buna yaxşı deyir, mən o biri padşahın dostu idim. Bəs Allah rəhmət eləsin, öldü belə elə, yaxşı buna qonaqlıq verir, yiyirlər, içirlər. Deyir, bir gecə qal, dostluq ötər olar, elə gəldi, qırdı, qaçdım olar. Bir gecə qal, deyir, yox, mən qala bilmərəm, mənim yoldaşım çadırda təkcədir. Mən onu tapşırmışam ki, gələcəm, tez gələcəm. Mən getməliyəm. Deyir, mənim 2 dənə yaxşı mühafizəçim var, qoruyucum var. Onlar çox namuslu, qeyrətli, yaxşı uşaqlardır. Gəl sən, mən onları göndərim sənin yoldaşına, orada qarol çəksinlər. Sən bir gecə qal. Da biraz da qal, çox tez getmə. Bu biraz uşaqları göndərirlər xanıma çadırda baxmağa, qoruyucu olmağa. Sizə kimdən deyim uşaqlardan? Uşaqlar bir-birini tanımırlar. Deyir ki, biz neçə vaxt bir yerdə işləyirik, birbirimizi tanımırıq, sən kimsən, nəsən, bir də görüm haradan gəlmişsən, kimsən? Oğlan danışır, deyir, bəs belə bir gün atamı belə yuxuda gördü, evimiz dağıldı, anamı uğradılar, hamısını danışır. Mən də deyir, atamın qardaşımı canavar apardı, mən də su axıtdı, gəldim bu bir çoban məni özünə oğulluğa götürdü.
Bu da deyir, bəs həmən ağlayır, deyir, niyə ağladın? Deyir, mən sənin qardaşınam, o canavar aparan oğlanam. Mən də bir çoban məni canavarların əlindən çoban itləri aldı, çoban məni özünə oğulluğa götürdü. Bunlar qucaqlaşırlar, ağlaşır da, birdən içərdən xanım çıxır, deyir ki, ay mənim balalarım, sizə qurban olum, mən də sizin ananızam. Mənə axut gətirib bu çadırda, o diyarda, bu diyarda saxlayır məni. Bir dəqiq yerdə saxlamır ki, mən dərdimi bir də kiməsə danışıyorum ki, məni bu oğurlayıbdır. Mən sizin ananızam. Başlayıb bunlar bir-birinə qucaqlaşıb ağlaşmağa. O zamanda birdən Axund gəlir çıxır. Gəlir çıxır, görür ki, bunun arvadını, qaçışdığı arvadın boynuna ki, o oğlanlar, göndərdikləri oğlan, qarolçular arvadını qucaqlayıblar, boynunu qucaqlayıblar. Tez xəbər göndərir padşaha ki, nə danışır? Sən dedin, bunlar mərfətli, qanıncaqlı, əməlli uşaqlar da hansılar mənim arvadımı qucaqlayıblar, burada işrətdədirlər. Deyəndə padşah inanmır, deyil, şey olmaz o uşaqlara. Mən göz bəbəyim kimi inanırım, çox məhvətli, qanıncaqlı, namuslu, qeyrətli uşaqlardır. Gəlir görür ki, görən arvadını, görən kimi tanıyır. Görür öz arvadıdır. Ay, bunlar da bunun balaları olacaq da be. Arvadı, bu da bunları, bu da gəlir arvadını qucaqlayır, uşaqlarını qucaqlayanda Axundun kürkünə bir düşür. Deyir, bax, bu padşah nətər oldu, gəldi, o kişi gəldi, bu da padşah oldu. Ay Allah, bu nə işdir? Taleyin qismətinə bax. Təzədən padşah çıxır taxta, balalarını aparır, yoldaşını aparır yanına. Onun 2 şaqqı elətdirir də çəhər darvazasını astırır. Əziz izləyicilərim, əgər xoşunuza gəldirsə bu nağıl, Allaha inanın. Allahın qisməti, taleyi nə qaçmaq olmaz. Yuxu da ki, yuxu, mən yuxuya inanırım. Mən yuxuya 100% inanırım. Mənim yuxum, görürəm ha. Mən yuxudan çox qorxuram. Görən kimi çin olur. Allaha fəda olum. Gecəniz xeyrə qalsın. Çox danışdım, yordum sizi. Sağ olun. Təşəkkür edirəm qulaq astığınız.